Salam əziz şagirdlər. Bugün sizinlə Namazov Məntiq testləri 4-cü sinif kitabından işləyəcək ədəd və şəkil arasındakı əlaqəni başlayırıq səhifə 80-dən. Baxacağıq birinci sualdakı, görək necə işləyirik birinci sualı. Baxırsınız birinci suala. Əvvəlcə siz işləyirsiniz, daha sonra izahı verirəm. Chatda cavablarınızı qeyd edin, zəhmət olmasa. Hər biriniz xoş gəldiniz. Bugün 4-cü siniflər üçün olan kitabdan işləyəcək Namazov məntiq testləri. Baxırıq birinci suala. Birinci sualda bu sual işarəsini axtarırıq. 6 üstə gəl 9. 6 ilə 9-u toplayacağım. Edəcək 15. Sonra 9 ilə 15 toplayanda edəcək 24. Baxın, 24 tapdıq. Sonra 39-u tapmaq üçün özündən əvvəlki ikisini toplayıram. 15-in üzərinə 24 gələcəm. 15 üstə gəl 24 bərabərdir 39-a. Sonra 63-ü tapmaq üçün özündən əvvəlki ikisini toplayacağım. 39 üstə gəl 24. 39 üstə gəl 24 bərabərdir 63. Sonra 102-ni tapmaq üçün 63 üstə gəl 39. O da bərabərdir 2, 102-yə. Görürsünüz, 102-ni aldıq. İndi sual işarəsini tapmaq üçün 102 ilə 63-ü toplayacağım. 102 üstə gəl 63. 2-nin üzərinə 3 gələndə 5, 0-ın üzərinə 6 gələndə 6, 1-i də indirdik aşağı, oldu 165. Cavab D. Keçirik əziz şagirdlər ikinci suala. İşləyib cavabları göndərin. Gözləyirəm, vaxt verəcəm. Canlı yayın bəyənənlər çox sağ olun. Salam, hepinize. Hal-hazırda Namazov 4-cü sinif məntiq testləri kitabından səhifə 80 işləyirik. Ədəd və şəkil arasındakı əlaqə. İkinci sualdayıq. Qeyd edin, zəhmət olmasa chatda cavabları. Baxaq. 97, daha sonra 95 gəlir. 97 azalıb 2 vahid. 97-dən 2 çıxırıq. 95. 95 azalıb olub 91. 95-dən neçə çıxsam 91 edər. Çıxarıb da tapa bilərsiniz. 95-dən 91 çıxın, görün neçə vahid azalıb. 4 edəcək. 95-dən 4'ü çıxanda edir 91. Daha sonra 91-dən çıxacam 6-nı. 85. 85-dən çıxacam 8-i. Edəcək 77.
77-dən çıxacam 10-u, 67. 67-dən çıxırıq 12-ni edir 55. 55-dən neçə çıxım tapmaq üçün 2, 4, 6, 8, 10, 12 görürəm cüt ədədlər ardıcıllığıdır. 12-dən sonra gələn cüt ədəd edəcək 14. 55-dən 14 çıxaq. 55-dən 14 çıxanda 1, 41. Oldu sual işarəsinin yerində deməli yazılmalı idi 41. Cavab A. Keçirik 3-cü suala. Diqqətli olun əziz şagirdlər. Təşəkkür edirəm. Əfqan. Baxırıq 3-ə. Gəlin baxaq. Burada görürsünüz bu oxun məqsədi var. Bu ox bizə bildirir ki 11-dən başlamalıyıq. 11-in üzərinə 3 gələndə edir 14. 14-ün üzərinə neçə gəlsəm 20 edər. 20-dən 14-ü çıx edəcək 6. Yəni 14-ün üzərinə 6 gəlsək 20 edir. 20-nin üzərinə 9 gələndə 29 edir. Daha sonra 29-un üzərinə neçə gəlsəm 41 edər. Üzərinə 12 gəlsək, edəcək 41. 41-dən 29-u çıxaraq bu 12-ni tapa bilərsiniz. Daha sonra 41-in üzərinə necə gəlim ki, 56 etsin. Çıxacam 5, 1, 15. 56-dan 41-i çıxdım, tapdım. Neçə vahid artıb 56. Yəni 41-in üzərinə 15 gələndə 56 edir. 56-nın üzərinə neçə gələcəm tapmaq üçün 74-dən çıxacam 56-nı. 8, 18. Deməli 56 ilə 18-i toplayanda 74 edir. İndi baxıram karandaşla yazdığım ədədlərə. 3, 6, 9, 12, 15, 18 görürəm ki, hər biri 3 vahid artıb. 18 də 3 vahid artıranda edəcək 21. Deməli 74-ün üzərinə 21 gələcəm. 5, o da 9, 95. Deməli sual işarəsinin yerində 95 yazılmalıdır. Cavab B. Bəli, 3 artır. Keçirik 4-cü suala baxırsınız. Gəlin baxaq. Baxın burada 7-dən çıxacam 3-ü. Edəcək 4. 4-ü 2-yə vuracam 8. 8-dən çıxanda 3, 5. 5-i 2-yə vuranda edir 10. Çıx 3, vur 2. Çıx 3, vur 2. İndi olacaq çıx 3. 10-dan 3 çıxanda edəcək 7. Cavab B. Keçək növbəti suala baxaq. Növbəti sual 5-ci sualdır.
5'ə baxırıq. Baxaq sualımıza. Burada ox bizə göstərir ki, hardan başlamalıyıq? 2-dən başlayacağıq. 2-ni vuracam 2-yə, üzərinə 6 gələcəm. 2 vur 2, 4, üzərinə 6 gələndə 10. 10'u vururuq 2'yə, üzərinə 6 gəlir. Görürsünüz, hər birində qanunlarlığı eyni yazdım. 10'u 2'yə vuranda 20, üzərinə 6 gələndə 26. Daha sonra vur 2, üstə gəl 6. 26'nı 2'yə vuranda şagirdə edəcək 52, üzərinə 6 gələndə edəcək 58. Daha sonra 58'i vuracam 2'yə, edəcək 116. 116'nın üzərinə 6 gələndə edir 122. 122'ni vururam 2'yə, edir 244. 244'ün üzərinə 6 gələndə edəcək 250. Sual işarəsinin yerində yazırıq 250 C variantı. Bəli C. Baxırıq 6-cı suala. Mələk, çox sağ ol hədiyyələr üçün. Təşəkkür edirəm. Baxaq sualımıza. Burada ox qoyulan hissədən başlayacağıq. 3'dən 10 almaq üçün 3'ü vuracam 2'yə, 6, üzərinə 4 gələndə edir 10. 10'u vururam 2'yə, edəcək 20, üzərinə 4 gələcəm 24. 24'ü vururam 2'yə, edəcək 48, üzərinə 4 gələndə edir 52. Sonra 52 vuracam 2'ye, edəcək 104, üzərinə 4 gələcəm 108. Qanunlarımız eynidir. Davam edək. 108'i vururam 2'ye, edir 216, üzərinə 4 gələndə edir 220. Cavab oldu 220 A bəndi. Çox sağ olun Mələk. Baxaq 7-ci sualda əziz şagirdlər. Baxın 7-ci suala.
Ay, çox sağ olun. Xəzinə qutusu göndərdiniz. Təşəkkürlər. Görək bu sualın cavabını kim qeyd edəcək? Hələ ki, qeyd edən yoxdur. Məcidov, təşəkkür edirəm, user. Təşəkkürlər. Gəlin baxaq, sualımızın cavabını axtaraq. Əvvəlcə kənarında olan bu ədədləri toplayacağım. 9 üstəgəl 6 üzərinə 8, üzərinə isə 15 gələcəm. 9-dan 6 15, bu da 15. Etdi 30. 30-un üzərinə 8 gələndə edir 38. Baxın, rombun içərisindəki ədədi tapdıq. 38. Bəs bu 11-i necə alacağıq? 38-in rəqəmləri cəmi edəcək 11. Tapdıq 11. Sonra keçək bu hissəni işləyək, görək doğru mu tapmışıq. 8 üzərinə 7 gələcəm, edəcək 15. 11 ilə 4 toplayacam, bu da 15. 15 ilə 15 toplayanda verir bizə bu rombun içərisindəki ədədi. Yəni kənardakiləri topladıq, aldıq 30-u. Daha sonra 30-un rəqəmləri cəmi 3 üstəgəl 0 edəcək 3. Eyni qayda ilə buranı da işləyək. 7-nin üzərinə 13 gələndə edir 20. 9-un üzərinə 16 gələndə edir 25. 20 ilə 25 toplayanda eləyir 45. A-nı tapdıq 45. Yazaq bura 45. Daha sonra B-ni tapmaq üçün 45-in rəqəmləri cəmi 4 ilə 5-i toplayacam. Edəcək 9. Etdi 9. B-ni də tapdıq 9. 45-dən 9 çıxanda edəcək 30. Cavab D. Bəli. Keçirik 8.
Ümid edirəm ki, yaxşı görünür. Bu suala baxın. Gəlin baxaq cavablara. Burada 6-nı vuracam 3-ə. Bu ikisini vurdum bir-birinə. Aldım 18-i. Daha sonra 5 ilə 7-dən alacam 35-i. 5-i 7-yə vuranda edir 35. İndi sual işarəsini tapmaq üçün 9-u vuracam 8-ə. 9-u 8-ə vuranda edir 72. Cavab B. Keçək növbəti suala baxaq. Doqquzuncu suala baxırıq. Doqquzun cavablarını qeyd edin zəhmət olmasa. Baxaq 9-un cavablarına. Burada
Qarşı-qarşıya baxacağıq. Baxın, 53-ün qarşısındakı 21-dir, 72-nin qarşısındakı 20-dir. Daha sonra 64-ün qarşısında verilib 30. 53-dən 21-i necə alaram? 53-ün rəqəmləri hasilini tapacağam. Edəcək 5 vur 3, 15. Üzərinə 6 gəlsəm, edər 21. Daha sonra 72-nin qarşısında verilən ədəd 20-dir. 72-nin rəqəmləri hasili 7 vur 2, 14. Üzərinə 6 gələndə edəcək 20. Qarşısındakı ədədi tapdıq. Sonra keçək 64-ün rəqəmləri hasili 6 vur 4, 24. Üzərinə 6 gələndə üzərinə edir 30. Baxın, qarşısındakı ədədi tapdıq. İndi 34-dən elə ədəd yazmalıyıq ki, bura 34-dən əvvəlcə çıxacam 6-nı, edəcək 28. 28-in almaq üçün bura elə ədəd yazmalıyım ki, hasil olsun 28. Sual işarəsinin yerinə nə yazsaq 28 olar? 5 vur 9 edir 45, 6 vur 5 30, 7 vur 4. Yəni 74 yazacağım. Baxın, 7-ni 4-ə vuranda edir 28, üzərinə 6 gələndə edir 34. Sual işarəsi yox idi deyə 34-dən əvvəlcə 6-nı çıxdım, sonra bura yazacağım ədədi düşünüb tapdım. Cavab C. Keçək sual 10-a. Baxırıq 10-cu suala. Mehman, çox sağ ol. Canlı yayın bəyənənlər, təşəkkürlər. Userdir. NI var. Əfsun, təşəkkürlər. Hər biriniz çox sağ olun. Sualımızı da işləyək, əziz şagirdlər. 10-cu sualı işləyirik. Düşünün, tapmağa çalışın. Cavablarınızı gözləyirəm. Hələ ki cavab qeyd edən yoxdur. Onuncu suala baxırıq. Sual 10. Xeyr, cavabları doğru qeyd etməmisiniz. Doğru cavab deyil qeyd etdikləriniz. Gəlin baxaq, doğru cavabı tapmağa çalışaq. Baxacam qarşı-qarşıya yazılan ədədləri 24 ilə 4-ə. Daha sonra 8-in qarşısında 12-dir. 8 ilə 12-yə. Daha sonra 32 ilə 3-ə. 16 ilə suala baxmalıyıq bir də. Gəlin bunlara baxaq. 24 4-ə vuranda
6 1 yadda 96. 8 12'ye vuranda 6 1 yadda 96. 32'ni 3'e vuranda o da 96. Görürsünüz, qarşı-qarşı yazılan ədədlərin hasilini tapanda hər biri 96 elədi. İndi 16'nı vuracağım suala, alacağım 96. Buradan sual işarəsini tapmaq üçün 96'nı bölməliyəm 16'ya. 96'nı 16'ya böləndə edəcək 6. Cavab B'dir. Bir nəfər doğru qeyd etmişdi. Keçdik 11'ə. 11-ci suala baxın. Aha, cevaplar gəlir. Salam. Xoş gəldiniz yeni gələnlər. 4-cü sinif Namazov kitabını işləyirik hal-hazırda. Bəli, 28-dən çıxacaq 9'u. Deyəcək 9, 19. Baxın, ortadakı ədədi aldıq. Bu iki ədədin fərqi 19 etdi. 31'dən çıxanda 12'ni etdi 9, 19. Yenə 19 aldıq. 43 ilə 24'ün fərqi bizə yenə verəcək 9, 19. Daha sonra bura elə ədəd yazmalıyam ki, A açıq B eləsin 19. Baxaq, 46'dan 35 çıxanda 1, 1, 11 etdi. Deməli, yaza bilmərəm. 28'dən 18 çıxaq, 0, 10. Fərqi 10 etdi. Bizə neçə lazımdır? 19. Olmaz. İndi 44'dən çıxaq 25. 4'dən 5 çıxmaq olur. 14'dən 5 çıxıram. 9, burada qaldı 3 onluğum. 3'dən 2 çıxanda edir 1. 19. Deməli, burada 44 və 25 yazmalıyam. 44 bölü 25'də, yəni A-ya 44, B-yə 25 böl demək əslində doğru deyil. 44, 25. Fərqi isə edir 19. Cavab C. Keçək növbəti suala baxaq. Növbəti sual 12-ci sualdır. Salam Mürsel, xoş gəldin. Canlı yayın bəyəniniz şagirdlər. Azdır cavab qeyd edən. Cavablar qeyd edin. Aha, gəlir cavablar. Amma yanlış cavablar çoxdur. Xeyr. Şirniyyatlar doğru deyil.
12-ci sualdayım. 12-ci sualda. Hal-hazırda 12-ni işləyirik. Gəlin baxaq 12-ci suala. Baxın, bu ikisini toplayanda ortadakı 20-ni alacağıq. 9 üstə gəl 11 edir 20. Sonra 11 ilə 17-ni toplayanda edir 28. 17 ilə 26-nı toplayanda, baxın 7 ilə 6-nı toplayanda 13. 3 yazıram, 1 yadda. 1 ilə 2-ni topladıq. 3, 1 də yadda idi 4. 43 aldıq. İndi 37 ilə 26-nı toplayırıq. 7 ilə 6 edir 13. 3 yazırıq, 1 yadda. 3 ilə 7-ni toplayanda, 3 ilə 2-ni toplayanda 5, 1 də yadda idi, oldu 6. İndi 37 ilə gəlin 41-i toplayaq. 7 ilə 1, 8, 4 ilə 3 edir 7. 78. 67 ilə 41-i toplayaq. 7 ilə 1-i toplayanda 8, 6 ilə 4-ü toplayanda 10. Eyni qaydada bu hissəni də toplayacağıq. 54 ilə 67-ni, 7 ilə 4-ü toplayanda 11 edir. 1 yazırıq, 1 yadımızda. 5-in üzərinə 6 gəldik. 11, 1 də yadda idi, oldu 12. İndi sual şərtini tapmaq üçün 54 ilə 9-u toplayacağıq. 54 üstə gəl 9. 4-ün üzərinə 9 gələndə edir 13. 3 yazıram, 1 yadda. 5-in də üzərinə bunun onluğu yoxdur. Elə yadımızdakı biri gəlirik, olur 6. 63. Cavab D. D 63. Keçdik 13-cü suala baxın. 13. Sual 13. Aferin uşaqlar. Sizə təşəkkür edirəm. Aha, baxaq. 7-nin üzərinə 9 gələcək. Edəcək 16. Baxın, bu ikisinin aid olduğu altında ədəd var. 7 ilə 9-un aid olduğu ədəd 16. 7-nin üzərinə 9 gələndə 16 edir. 9-un üzərinə 13 gələndə edir 22. İndi 13-ün üzərinə gələcək 16-nı, 13 üstə gəl 16 edəcək 29. Deməli, Y-nin cavabını tapdıq, Y hərfinin cavabını tapdıq, 29. İndi 16-nın üzərinə x-i gələcək 31 alacaq. 16 üstə gəl x bərabərdir 31. Buradan x-i taparam ki 31 çıx 16. X bərabərdir 31-dən 16 çıxanda edir 15. X-i də tapdıq 15. Davam edək. 16-nın üzərinə 22 gələcək. Aşağıdakı z tapacaq. Gəlin 16 üstə gəl 22. 8, 38. Deməli, z-i tapdıq. 38. Sonra 22 ilə 29-u toplayanda edir 51. 29-un üzərinə 31 gələndə 60. Davam edək. 38-in üzərinə 51 gələndə edəcək 89. 51 ilə də 60-ı toplayanda edir 111. Axıra qədər yoxladıq ki, görək doğru mu yazmışıq. İndi x-in cavabını tapmışıq 15. Y-in cavabını tapmışıq 29. Sonra z-in də cavabını tapmışıq 38. Həll edək. 15 ilə 29-u toplayıram. Edir 4, 1 yadda 44. 44-dən də çıxacam 38-i. 14-dən 8 çıxanda 6. Buradan birini onluq götürmüşük. Qalıb 3 onluq. 3-dən 3 çıxanda 0 edir, yazmırıq. Deməli, cavab neçə oldu? 6. Cavab A. Keçdik 14-ə. Baxarıq 14-cü suala. Burasını silək, mani olmasın sizə.
Lap yaxşı əfsin. Hal-hazırda 4-cü sinif Namazov məntiq kitabını işləyirik. Məntiq testləri kitabı. Kimə çətin gəlirsə, bu kitabın əvvəlindən izahlar yerləşdirmişəm. Profildəki YouTube linkinə daxil olsaz, oradan bu kitabı əldə edə bilərsiniz. YouTube'da əvvəldən, səhifənin əvvəlindən, kitabın lap əvvəlindən bütün izahlar yerləşdirilib. Əvvəlki mövzuların izahları YouTube kanalımda var. Oradan keçid edərək baxıb öyrənə bilərsiniz. Eyni cavabı dəfələrlə yazmayın. Şinyatlarım dəfələrlə yazmayın. Elə olsa məcburam ki, blok eləyim. Çünki mənə burada TikTok bildiriş göndərir o zaman. Canlı bağlanır. Çox xahiş edirəm. Dəfələrlə yazmayın. Görürəm hər birinizinki keçdi, hər birinizinki gəlir. Bəli, bəli. Çox xahiş edirəm. Dəfələrlə yazmayın eyni mesajı dəfələrlə göndərməyin. Gəlin baxaq. Burada necə işləyəcək əziz şagirdlər? Buradakı 12-ni vuracam 3-ə. Üzərində qarşısındakı boşluqdakı 36-nı gələcəm. Alacağıq daxildəki 72-ni. 12-ni 3-ə vuranda edir 36. 36-nın üzərinə 36 gələndə edir 72. Baxın 72-ni aldıq. Gəlin digərini yoxlayaq. İndi bu 12-ni hesabladıq. İndi keçək bura. 8-i nə etmişdik? Vurmuşduq 3-ə. 8-i vuracam 3-ə. Daha sonra qarşısında olan boşluqdakı ədədi gələcəm üzərinə. 8-i 3-ə vuranda 24, üzərinə 48 gələndə edəcək 72. Aldıq mı 72? Aldıq. İndi hesablayacağıq biz nəyi? Tapmalıyıq biz x-i tapmalıyıq. Gəlin y tapaq, x-i tapaq, fərq etməz. Gəlin x-i tapaq. X-i tapmaq üçün 14-ü vuracağıq 3-ə. 14-ü 3-ə vurmalı. Üzərinə boşluqdakı x-i gəlib almalıyıq 72. Üzərinə x-i gəlib alacaq 72. 14-ü 3-ə vuranda edir 42. Üstə gəl x bərabər 72. Buradan x bərabərdir. 72-dən 42 çıxanda edir 30. Deməli x-i neçə tapdıq? 30. Variantlar arasında gəlir tapırıq 30. 30 təkcə buradadır. Amma y-i də tapmalıyıq mütləq. Gəlin görək y-i necə tapacağıq. Y-i yəni buradadır y-imiz. Y-i vuracam 3-ə. Çünki 3 bucağın içərisindəki ədədləri vurmuşduq 3-ə. Üzərinə nəyi gəlirdik? Boşluqdakı ədədi, yəni 45-i. Almalıydıq nəyi? Ortada verilən 72-ni.
bərabərdir 72-yə. Y vur 3 bərabərdir. 72-dən çıxacam 45. 12-dən 5 çıxanda edir 7. 6-dan 4 çıxanda edir 2. 27. Buradan y vur 3 bərabərdir 27 tapdıq. İndi vuruq hasil. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. Yəni 27-ni bölürük 3-ə. 27-ni 3-ə böləndə edir 9. Y-i də tapdıq 9. Cavab D variantı. Bəli, 4-cü sinif məntiq testinin adı Namazov məntiq testləri. Kitabın üzünü göstərəcəm indi sizlər üçün. Bu kitabı işləyirik. Keçirik səhifə 82-yə. Növbəti suala baxırıq. Növbəti sual 15-ci sualdır. Əfqan, çox sağ ol. Bəyəndiyinizə sevindim. Ümid edirəm ki, hər kəsə aydındır izahlar. Gəlin baxaq. Deməli, buradan ox qoyulub. Ox bizə göstərir ki, hardan başlamalıyıq. Burada y-imiz yoxdur. Buradan başlayacağıq. 12-ni vuracam 2-yə. Edəcək 24. 24-dən 4 çıxsaq edər 20. Və yaxud da artımları taparaq da işləyə bilərsiniz. 12-nin üzərinə neçə gəlsəm 20 edər 8. 20-nin üzərinə neçə gəlsəm 36 edər. 20-nin üzərinə 16 gəlsəm 36 edər. Daha sonra böyük ədədlər alacaqsınız. Ən yaxşı variantı vur 2 çıx 4-lə işləməkdir. 20-ni vuracam 2-yə 40, çıxacam 4-ü, edəcək 36. Sonra 36 vuracam 2-yə, olacaq 72. 72-dən çıxacam 4-ü, edəcək 68. Sonra baxaq, davam edək. 68-i vuracam 2-yə, edəcək 128. 128-dən 136. 136-dan çıxacam 4-ü, edəcək 132. Daha sonra 132-ni vuracam 2-yə, edəcək 264. 264-dən çıxacam 4-ü, edəcək 260. Kitab mağazalarından hər yerdən əldə edə bilərsiniz. Daha sonra davam edək. Sonra burada x-i tapmalıyıq. Y-imizi tapdıq. Keçək x-imizi tapaq. X-i tapmaq üçün başlayıram 3-dən. 3-ü vuracam 2-yə, çıxacam 1-i. 3-ü 2-yə vuranda 6, çıxıram 1, 5. 5-i vururam 2-yə, çıxıram 1. 5 vur 2, 10, çıx 1, 9. 9-u 2-yə vuranda 18, 1-ini çıxanda 17. 17-ni 2-yə vuranda 34, çıxacaq 1-i 33. İndi 33-ü
vuracam 2-yə, çıxacam 1. 33-ü 2-yə vuranda 66, çıxanda 1 edəcək 65. Deməli, x-in yerində yazılmalıdır 65. Cavab y-in yerində. X-in yerində 65, y-in yerində 260. Baxın. Cavab B. Keçirik 16-cı suala baxırsınız. Xeyr, orada ox istiqamətində işləməlisən. Oxu sənin üçün ox verib. Ox verməsəydi olardı. Mürsəl, dediyini o cavabda, aşağıdakı cavabda da yoxla, eyni qaydada uyğun gəlir axı, o zaman variantlardan hansını götürəcəksən? Ona görə dediyim variantla işlə, ardıcıllıq. Ardıcıllıq formasında baxın suala. On 16-cı sualın cavablarını qeyd edin. Gəlin baxaq. Əvvəlcə kənarlar boyu baxacağıq. Yəni 3, 16, 68 və bu dairəni tapmağa çalışacağıq. İndi elə bir 2 dənə ardıcıllıq verilir. Deyək ki, 3-ü vururam əvvəlcə 4-ə, edir 12. 12-nin üzərinə 4 gəlirəm, edir 16. Sonra, görək bu qanuna uyğunluqla hər birini işləyib tapa biləcəyikmi? 16-nı vururam 4-ə, edir 64. Üzərinə 4 gəlirəm, edir 68. Sonra 68-i vurub 4-ə, üzərinə 4 gəlməliyim. Gəlin 68-i vuraq 4-ə. 32, 2 yazırıq, 3 yadda, 4-ü 6-ya vurduq. 24, 3 də yaddaydı, oldu 27. Aldıq 272. 272-nin də üzərinə 4 gələndə eləyir 276. Deməli, dairəni tapdıq 276. Yazacağım bura 276. Sonra keçək daxildəki ardıcıllığı işləyək. Baxın, buradan başlayacağım. 2-ni
Vuracam 2'ye, çıxacam 1'i. 2'ni 2'ye vuranda 4, çıx 1, 3. Eyni qanuna uyğunluqla hər birini işləyəcəm. 3'ü vururam 2'ye, 6, çıxırıq 1, 5. 5'i vururam 2'ye, 10, çıxıram 1, 9. 9'u 2'ye vuranda 18, çıxanda 1'i 17. Kvadratda tapdıq. Davam eləsək, 17'ni vurarıq 2'ye, 34, birini çıxanda 33. 33'ü 2'ye vursaq, edəcək 66, 66'dan 1 çıxsaq 65. 65'i 2'ye vursaq 130, 130'dan da 1'i çıxanda 129. Görürsünüz, hər biri doğrudur. Deməli, kvadratı tapdıq 17. İndi 276'dan çıxacaq 17'ni. 16'dan 7 çıxanda edir 9. 6'dan 1 çıxanda edir 5. Burada 2'ni düşürtdük aşağı. Oldu 259. Cavab A. Keçək növbəti suala baxaq. Növbəti sual 17-ci sualdır. Baxırıq 17-yə. Hər kəsdə elə görünür, donub canlı. 17-ci suala baxarıq. Xeyr, cavablar doğru değil. Aha, gəlin baxaq. Necə işləyəcəyik? Burada oxu görürsünüz. Ox istiqamətində başlayaq işləməyə. Deməli, 2-dən başlayırıq. 2-ni vuraram 2'ye, üzərinə 2 gələrəm. Edəcək 6. 6'nı vuracam 2'ye, 12, üzərinə 2 gələndə 14. 14'ü 2'ye vururam 28, üzərinə 2 gələndə 30. 30 vur 2, 60, üzərinə 2 gələndə 62. 62'ni 2'ye vuranda edir 124, üzərinə 2 gələndə 126. Deməli, buranı işləyək. Vuracaq 2'ye, 126'nı 2'ye vuranda olacaq 252, üzərinə 2 gələndə 254. İndi 254'ü vuracam 2'ye, olacaq 508, üzərinə 2 gələndə olacaq 510. A'nı tapdım, 510. İndi gəlin növbəti ardıcıllığı işləyək. Burada necə yiyəcəyik? Təşəkkür edirəm, çox sağ olun. Hediyə göndərənlər çox sağ olun. Burada 1'i vuracam 2'ye, edəcək 2, üzərinə gələcəm 3, edir 5. Aha, bu qayda ilə işləyəcək. 5'i vururuq 2'ye, 10, 10 üzərinə 3 gələndə 13.
13'ü vurdum 2'yə 26. Üzərinə 3 gələndə 29. 29'u vuracağım 2'yə edəcək 58. Üzərinə 3 gələndə 61. 61 vur 2 edir 122. Üzərinə 3 gələndə edəcək 125. 125'i vururam 2'yə edir 250. Üzərinə 3 gələndə 253. İndi 253'ü vuracağım 2'yə edəcək 506. Üzərinə 3 gəlməliyəm 509. Üzərinə 3 gələndə 509. Deməli 510, bu da 509. Fərqini istəyir. 510 çıxaq 509 edəcək 1. Cavab A. Bəli, çox adam C yazmışdı. Görünür hesablama səhv olub, ya necə? Ümid edirəm ki, izah aydın oldu. Keçirik 18-ci suala baxırıq. Aha, cevabları qeyd edirsiniz, görürəm. Burada 5'i vuracağım 9'a. Edəcək 45. 9'u vuracağım 4'ə. 36. Burada yazılıb. 4 ilə 5'in ortasında yazılan 20'dir. 4'ü 5'e vuranda edəcək 20. 7'ni 5'e vuranda 35. 6'nı 7'ye vuranda 42. 8'i 6'ya vuranda edir 48. İndi sual işarəsini tapmaq üçün 8'i vuracağım 3'ə. 8 vur 3. Edəcək 24. Cavab B. Keçək növbəti suala baxaq. 19-cu suala. Diqqətlə oxuyun. 19-cu sualı diqqətli olun. Görək kim işləyəcək 19-cu sualı. Canlı yayımı bəyənin əziz şagirdlər. Sual 19. İndi izah verəcəm. Biraz daha düşünün. Gəlin baxaq. Burada
Baxıram ki, kənarda 12, 6, 72, 8 və 9. Bunların hər birini toplayacağım. 12-nin üzərinə 6 gələndə edir 18. 72 ilə 18-i toplayanda edəcək 90. 90-ın üzərinə bu 9-u gələrəm. Onlar 99. 99-un da üzərinə yerdə bir dənə 8 qaldı. 8-i gələndə edəcək 107. Baxın, kənardakıları topladım, aldım 107-ni. İndi daha sonra necə edəcəyik? Bəs bizə burada həm ortadakı 107-nin aşağısındakı bu ədəd, bu dairəni əvvəlcə belə 2-yə bölək ki, sizə daha aydın olsun. Bu hissəni 1 işləyəcəyik, bu hissəni də 1. İndi bunların hər birini deməli toplayanda y-i tapacağıq. Amma bizim burada bir məhculumuz var. Əvvəlcə bunu tapmağa çalışaq. Bunu tapmaq üçün əziz şagirdlər, 12-ni vuranda 6-ya edir 72. Yazacağım burada. 12 vur 6 edir 72. Baxın, bu 72-ni tapdıq. 8-i 9-a da vuranda edir 72. Sonra bu 72 haradaydı? Burada. İndi bu 80 alaq gəlin. 16-nı vuranda 5-ə edəcək 80. Deməli 20-ni də x-a vuranda yenə 80 ölməlidir. 20 vur x bərabər olmalıdır 80-ə. Buradan x-i tapıram ki, vuruq hasil. Məşğul vuruğum var. 80-i 20-yə böləndə edir 4. Deməli x-i tapdım 4. Bizə də lazım idi x tapmaq ki, bu y-i tapa bilək. Y-i tapmaq üçün neynəmişdik? 107-ni tapmaq üçün bu kənardakıların hər birini toplamışdıq. İndi kənardakı ədədlərin hər birini toplayacaq. 20 üzərinə 4 gəlirəm, edir 24. Üzərinə 80 gəlirəm, edir 104. 104-ün üzərinə 16 gələcəm, edəcək 120. Üzərinə 5 gələndə edir 125. Deməli, y-i tapdıq 125. X-i də tapmışıq 4. Cavab C. Ümid edirəm ki, aydın oldu. Keçirik 20-ci suala baxırıq. Mələk, çox sağ ol. 20-ci sualda işləyək. Canlı yayımı bəyənin şagirdlər. Cavabları qeyd edin, zəhmət olmasın.
Cavab çox az gəldi. Gəlin baxaq. Burada ox istiqamətində hərəkət edəcəyik. 87-dən sonra 79 gəlir. 87-dən 79 almaq üçün 87-dən çıxacam 8-i. Edəcək 79. 79-dan çıxaram 8-i. 71. 71-dən çıxırıq 8. Edəcək 63. 63-dən də 8 çıxanda edir 55. Keçək digərini işləyək. 73-dən sonra 67 gəlib. 73-dən 6 çıxsam edər 67. 67-dən də çıxacam 6 edir 61. 61-dən 6 çıxanda edir 55. 55-dən 6 çıxanda 49. 49-dan 6 çıxanda edəcək 43. Deməli, y tapdıq 43. Daha sonra x-i neçə tapdıq? 55. İndi x çıx y fərqini istəyir. 55-dən çıxacam 43. 2, 12. 55-dən 43 çıxanda edəcək 12. Cavab B. Əziz şagirdlər, bugün sizinlə ədəd və şəkil əlaqələrini işlədik. Bir variantı 20 dənə sualı idi. Hər birini işlədik. Səhifə 80, 81 və 82-ci səhifələr idi. Bunların hər birini işlədik. Namazov məntiq testləri kitabından. Bəli, canlı bitdi. İnşallah sabah saat 8-də qoşularıq. Başqa mövzunu işləyərik, başqa testləri işləyərik.